Pencək alarkən nələrə diqqət yetirmək lazımdır? O həm kostyumun bir hissəsidir, həm də ayrı satılan pencəklər olur. Pencəyi bədənə necə oturmalıdır? Çiyinlər ilk növbədə tam olaraq yerində olmalıdır. Çiyinlər də bir neçə növdə olur. Məsələn, çiyin altı ilə olur. Bu daha çox çiyinləri ensiz olan kişilər üçün uyğundur. Enli çiyinli kişilər üçün isə bu çiyin altısız pencəklər olur. Yaxşı bədən forması olan kişilərə çiyin altısız pencəkləri məsləhət görürəm. Uzunluq məsələsinə gələk. Ayrı satılan pencək baş barmağın yuxarı hissəsinə qədər olur. Yəni biraz daha qısadır. Amma mütləq omba hissəni örtməlidir. Kostyumların pencəkləri isə ayrı satılan pencəklərdən bir neçə santimetr uzun olur. Onları da ölçmək üçün əlinizi sıxırsınız və sizin ətəyiniz tam olaraq ovucun içərisinə qədər uzanmalıdır. Kostyum və pencəyi aldıqdan sonra əgər müəyyən bir nüanslar varsa və tam olaraq bədənə oturmursa, çünki bədənlər, formalar fərqli olduğu üçün hazır kostyumları hər zaman tutturmaq olmur və yaxud da ki, qolları uzundursa və yaxud da ki, digər bir problemlər varsa, mütləq dərziyə müraciət edin ki, onu sizin əyninizə uyğunlaşdırsın.